əlavə edilmiş işçilərin əvvəlki dövrlər üzrə məzuniyyət qalıq günlərinin proqrama daxil edilməsi üçün import funksiyasından istifadə edə bilərsiniz. Bunun üçün işçilərin ümumi siyahısı bölməsində dövr üzrə qalıq günlərinin importu düyməsini sıxın və açılan modaldan nümunə Excel faylını yükləyin. Faylda işçilərin fin, məzuniyyət dövrünün başlanma tarixi və məzuniyyət dövrü üzrə qalıq gün sayı məlumatlarını daxil edin. Doldurduğunuz faylı seçin, yükləyin və import düyməsini sıxaraq prosesi tamamlayın.